Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Mübarək Ramazan ayındayıq. Hər birinizi salamlayıram. Allah ibadət itaətlərimizi qəbul etsin inşallah. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Keçən bəhsimizdə əsaslı bir sual ünvanladıq. O sual da bundan ibarət idi ki, Qur'an-ı Kərim ilkin müsəlmanları Peyğəmbərlik məqamı ilə yanaşı başqa bir məqama itaət etməyi çatdırıb, yoxsa yox? Dedik ki, bəli, Ulul Əmr ayəsi kimi tanınan Nisa surəsində keçən ey iman gətirənlər, Allaha itaət edin, onun rəsuluna və əmr sahibinə itaət edin ayəsi bu məsələyə işarə edir. Buna görə də ayəni yaxından təhlil etmək lazımdır. Görək bu ayə hansı məsələləri biz müsəlmanlara çatdırır. Ayənin təhlilində hər hansı bir hədisə, tarixi bir məsələyə müraciət etməyəcəyik. Sadəcə ayəni, yəni məzhəbi zehniyyəti qoyaq kənara. İndiyə qədər bu ayəyə necə başa düşürdük? Müfəssirlər, təfsir alimləri bu ayə barəsində nə deyir? Ulul Əmr kimdir? Onu da qoyaq kənara. Ayəni sağlam, təmiz bir zehindən təhlil etməyə çalışaq, başa düşməyə çalışaq. Ayə ilk olaraq iman gətirənlərə xitabən başlayır. Yə əyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər. Ey iman gətirənlərdən məqsəd, yəni müsəlmanlardır. İslamı qəbul edən şəxslər. Bildiyiniz kimi, Qur'an-ı Kərimdə Yə əyyuhəl-ləzīnə əmənu ifadəsi Mədinə surələrindədir. Yəni bu ayə deyə bilərik ki, hicrətdən sonra nazil olub. Mədinədə nazil olub. Mədinə ayələrinin əlamətlərindən biri iman gətirənlər xitabı ilə başlamasıdır. İndi iman gətiriblər, nəyə iman gətiriblər? Allaha və Allahın rəsuluna iman gətiriblər. Maraqlıdır ki, ayənin ikinci hissəsində Ətiyullah ifadəsi işlənir. Yəni, Allaha itaət edin. İman gətirənlər, Allaha itaət edin. Diqqət edin, bu iman gətirənlərin müəyyən bir çatışmazlığı var. O da bundan ibarətdir ki, bunlar müsəlmançılığı qəbul etsə də, müsəlmançılıqları bunların təkmilləşməlidir, kamilləşməlidir. Heç şübhəsiz bir müsəlmanın imanını kamilləşdirən əsas prinsip Allah vardır deyəndən sonra Allaha itaət etməsidir. Yəni, bir insan şəhadəti desə ki, Allahdan başqa Allah yoxdur və Muhammed, Allahın ona salam və salavat olsun, onun elçisidir, bu müsəlmandır, iman gətirdi. Amma bu imanın kamilləşməsi üçün Allaha itaət etməlidir. Deyir ki, ey o müsəlmanlar, istəyirsinizsə imanınız kamilləşsin, Ətiyullah, Allaha itaət edin. Allaha itaət artıq Peyğəmbərin illərlə təqdim etdiyi, təbliğ etdiyi bir məsələ idi. Yəni, bu məqamı, hansı məqam olduğunu bilirdilər. Allaha itaətsizlik artıq küfrə bərabər, küfrə səbəb olan bir məsələ idi. İkinci məqam, daha doğrusu üçüncü məqam və əti-ur rəsul məqamıdır. Yəni Allah rəsuluna itaət. Ey iman gətirənlər. İman gətirənlər kim? Yəni Allah və onun rəsulunu qəbul edən şəxslər. Allaha itaət edin. Allahın sözünə baxın. Bu aydın. Allaha itaət etməklə yanaşı, onun rəsuluna da itaətiniz vacibdir. Burada artıq üçüncü bir məqam formalaşır. O da Peyğəmbərlik məqamı. Peyğəmbərlik məqamına itaət etmək. Peyğəmbərə itaət etməyin mənası nədir? Yəni, Peyğəmbərin Allah tərəfindən göndərildiyini qəbul etmək. Bu zaten iman gətiribdir ona ki, bu Allah tərəfindən məbus olub, Allah tərəfindən gəlib. Allaha itaətin mənası necə ki, Allaha təslim olmaq, Allahın rəsuluna itaətin mənası da onun sözlərinə, buyurduqlarına itaətdir. Nəinki onu Allah tərəfindən gəldiyini iman etmək. İmanla itaət
anlayışı fərqlidir. Demək, burada Allaha itaət və onun Rəsuluna itaətdən söhbət getdikdən sonra və atiu ulul əmri minkum, yəni və atiur rasul və ulul əmri minkum və Allahın Rəsuluna və özünüzdən olan əmr sahibinə itaət edin. Diqqət olması digər məsələ. Burada iki dənə itaətin olmalıdır. Allaha itaət kəlməsi və onun Rəsuluna və ulul əmrə itaət. Bütün müfəssirlərin yekdir rəyi budur ki, ətiyullahda məqsəd, yəni Allaha mütləq olaraq itaət olunmalıdır. Yəni, heç bir şəxs başqa bir şəxsə itaət etməməlidir, məgər Allaha. Hər bir şəxs Allahın qarşısında muti olmalıdır. Allaha itaət etməlidir. Yalnız və yalnız itaət Allahadır. İndi Allah Teala'ya itaət mütləqdir. Bir də Allahın izin verdiyi şəxsdir. İstisna onlara itaət etmək lazımdır. Yəni Allahın buyurduğuna görə. Buna deyirlər Allahın izin verdiyi şəxslərə itaət etmək. Heç şübhəsiz bunlardan başda peyğəmbərlərdir. Yəni Allah peyğəmbərlərə iman gətirməklə yanaşı onlara itaət də istəyir. Yəni özü istəyir. Ona görə biz onlara itaət edə bilərik. Allah istəməsəydi onlara da itaət vacib deyildi. Allah Rəsuluna itaətlə yanaşı burada mütləq olaraq ulul əmrə də itaətdir. Mütləq olaraq yəni nə? Yəni bir müsəlman istənilən məsələdə Allah Rəsuluna itaət etməlidir. Allah Rəsul desə ki, xanımı boşa, bu qeydsiz, şərtsiz boşamalıdır. Get filan kəsən evlən, bu qeydsiz, şərtsiz ondan evlənməlidir. Yəni, məsələləri sadə dinlə deyirəm ki, yəni itaətin mənası tam olaraq Allah Rəsul desə ki, indi namaz qılma, mən namaz qılmamalıyam. Orucu aç, orucumu açmalıyam. Çünki dini gətirən budur. Və o, müəyyən bir məsləhətləri bilir Allah tərəfindən. Mən onları bilmirəm. Təbii olaraq Allah Rəsulu yəni insanın məntiqinə zid, məsləhətinə zid sözlər deməz. Yəni bunları misal olaraq deyirəm ki, itaətin mütləq mənası bilək, aydın olsun. İtaətin mütləq mənası ulul əmrdə işlənib. Yəni ulul əmr kimdirsə, hələ kimliyin işimiz yoxdur. Ulul əmr kimdirsə, mütləq olaraq necə ki Allah Rəsuluna itaət etmək lazımdır, ulul əmrə də itaət etmək lazımdır. Bu ayənin digər məsələsi. Ayənin digər hissəsində, yəni fəin tənəzətumdan başlayaraq ümumi bir prinsip gəlir. Ümumi prinsip bundan ibarətdir ki, əgər müsəlmanlar bir məsələ barəsində münaqişə etsələr, bu münaqişənin müraciət yeri Allahdır. Yenə bütün müfəssirlərin yekdir rəyi budur ki, Allaha müraciət etməyin, yəni münaqişələrdən Allaha müraciət etməyin mənası Qur'an-ı Kərimə müraciət etməkdir. Və eyni zamanda Allah Rəsuluna müraciət etməyin mənası, yəni Peyğəmbərin vaxtında onun gedib özündən soruşmaq, Peyğəmbərin vəfatından sonra onun doğru, səhih hədislərinə müraciət etmək. İndi sual budur ki, müsəlmanlar münaqişə edərkən hara müraciət etsinlər? Allahın kitabına, Allahın Rəsuluna və eyni zamanda Allah Rəsulunun doğru hədislərinə. Elə müsəlmanlar ulul əmrin kimliyi barəsində ixtilaf edib. Yəni ulul əmr kimdir? Bu barədə ixtilaf etmişik. Ayənin davamı deyir ki, əgər bir şeydə ixtilaf etsəz, ixtilafınızın həlli üçün ayəyə müraciət edin. Yəni Qur'ana müraciət edin ya Peyğəmbərə. İndi bizə bu ayə deyir ki, bu ayənin özündə bizim ixtilafımız var. Ulul əmr kimdir? Allah bu ixtilafın mənşəyini həll etməsi üçün elə bu ayənin özündə yol göstərir ki, siz Qur'an-ı Kərimə müraciət edərək, Peyğəmbərin doğru hədislərinə müraciət edərək bu ixtilafınızı aradan qaldıra bilərsiniz. İnşallah gələn müzakirəmizdə görək bu ixtilafın həlli mümkündür
yoxsa yox? Bu barədə siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.